Həqiqətən çox naşükürük biz. Həqiqətən də Allaha az şükür edirik. İnsanlar var ki, yeriyə bilərdim deyə bir saatlıq nələrini verməzdi. Kaş ki rənglərin nə demək olduğunu mən də görərdim. Görəsən səma nə rəngdir? Görəsən günəş nə rəngdir? Görəsən otlar necə formadadır? Görəsən. Lakin Allah bizə bunların hər birini veribdi. Yeriyə bilirik, özümüz öz ehtiyaclarımızı ödəyirik, görə bilirik, qaça bilirik, lazım olan yerlərə gedib gəzə bilirik. Bəs biz Allaha bunun qarşılığında nə edirik? Sadəcə naşükürlük. Rəbbimiz bizi ən adi imtahanında sınayanda Allah məni sevmir. Axı mən Allah üçün namaz qılırdım deyirik. Lakin namaz özümüz üçündür. Özümüz üçün elədiyimiz əməli Allaha tərəf eləyirmiş kimi göstəririk. Həyat zaten özümüz üçün qurulan bir oyundur. Nə eləyiriksə özümüzə qayıdır. Elədiyimiz yaxşılıq da özümüzündür, elədiyimiz pislik də. Mənim əziz bacı qardaşlarım, Allahdan üz döndərməyin, hər gününüzə şükr edin. Hər gününüzə, əgər bugün yaşayırsınızsa, deməli Rəbbinizin izni var ki, yaşayırsınız.